Gördüyünüz kimi düyünü süzmədir, amma əzilmədi, yapışmadı. Hələ biraz da saxlayaq. İstədiyiniz tərəvəzlə qarnir vəziyyətinə sala bilərsiniz. İstədiyiniz yaydır, rəng-bərəng Allaha şükür tərəvəzlərimiz boldur. Qışda da tərəvəzimiz boldur, amma yayda biraz da günəşdə yetişən tərəvəzlərimizdir, vitamin D udan tərəvəzlərimizdir. Bilirsiniz ki, yayda ona görə biz hər şeyi, mürəbbələr, turşular hazırlayırıq ki, qışa depolayırıq onu ki, qışda yeməyə. Bədənimizi də qışa belə depolamalıyıq. İndi çoxlu tərəvəz, meyvələr, göyərtilər yeməliyik ki, bədənimizi qışa hazırlayaq. Tutmalar kimi, necə tutmalar, mürəbbələr hazırlayırıq indi, qış çünki yeməyə. Bədənimizi də qışa belə hazır saxlamalıyıq ki, qışda xəstələnməyək, immunitetimiz yüksək olsun. Ən azından saat səhər 11-ə qədər dəniz qırağına yodlu hava udub, vitamin D qəbul eləyə bilərik. 11-dən sonra ultrafiolet işıqlar var, onlar ziyandır. Bir dənə də axşamüstü 5-dən sonra. Yəni, biz cənub şəhərində yaşadığımız üçün bunu istifadə eləməliyik. Çünki Azərbaycan, Bakı dənizin sahilində, Xəzər dənizinin sahilindədir. Bu da nə deməkdir? Yod deməkdir, orqanizmə çox xeyirlidir, vitamin D deməkdir, bədənimizə, dərimizə, pigment ləkələrindən çox xeyirlidir, bütün orqanizmimizə xeyirlidir. İstədiyiniz formada sunum eləyəcəksiniz, sunum eləyə bilərsiniz zaten də. Adi bu sunumlardır. Heç nə yoxdur burada. Tam asan. Bunu biraz kənara qoyaq, zəhmət olmasın. Vəssalam. İkinci sunumları da siz özünüz eləyərsiniz. İstədiyiniz yanına tərəvəz qoya bilərsiniz. Ana yeməyimiz murğu turşudur, bilirsiniz. Cənub mətbəxinə aiddir. Bir neçə variantda, bayaq dediyim kimi, ov quşlarından da eləyə bilərsiniz. Biz bu gün toyuqla eləmişik. Yanında yaşıl alça da var, olmalıdır. Dediyim kimi, indi deyə bilərlər ki, yaşıl alça, yaşıl alça yazdan, təzə yaşıl alça bazara, piyasaya çıxanda onu biz hazırlayıb, əgər o yeməyimiz menyumuzda varsa, şeflərin şefliyi də ondan bilinir ki, mənə salfetka verirsiniz, çox yaxşı olar. Ki, bilinir ki, bəs cəfərini də verərsiniz yanına tökmək üçün. Menyuda olan hər şeyi depolamaq, hazırlamaq. Yaydan tərəvəzləri, hansı ki, qışda onlar olmayacaq. Yanına limon dilimi də qoya bilərsiniz, çox da yaraşar. Turş yemək olduğu üçün. Qoz ləpəsi də səpə bilərik, çox gözəl yaraşar. Bunu bir tərəfə qoyun, zəhmət olmasa. İkinci, bu dənə də bir də varımızdır. Formalar, düyülər özünüz eləyə bilərsiniz. İstədiyiniz formada eləyə bilərsiniz. Bunu biraz artıq tökəcəyəm, sozunu da yanında çox tökəcəyəm. Uzaqdan səbzi qoruma effekti göstərə bilər, səbzi qorumaya oxşaya bilər, amma bişmək, hazırlanmaq üsulu da fərqlidir. İçərisində olan ingrediyentlər də ayrıdır. Mən o gün bunu bildirçindən hazırlamışdım. Siz istədiyiniz, yediyiniz yeməklə, ərzaqlarla hazırlaya bilərsiniz. Orijinal variantında zaten çöl quşlarından, yəni ov quşlarından hazırlanıb.